Bayx ilə bisepsin piki üstündə deyim hərəkət məsələ onlardan biri budur. Sadə biceps curl, sadəcə burada çalışmaq lazımdır. Yuxarıda yarım saniyə pauza verin və sizin dirsəyiniz, çiyniniz oynamasın. Çünki çiyninizi qoşsanız avtomatik sizin bisepsin uzun başlığı qoşulacaq. Burada isə məqsəd bizim bisepsin pikini yükləməkdir. Ona görə çiyni tərpətməyin. Qısa başlıq işləməlidir. Çiyninizi tərpətsəniz uzun başlıq işləyəcək. Baxarsınız diqqətlə, məqsəd ağır səki deyil, əsas odur yuxarıda fiks eləyəsiniz və tam aşağı stretch etmək lazımdır. Bir çoxlarınız əminəm ki, çəki götürəndə düzgün seçmirsiniz və məqsəd sadəcə bunu nə cür olur olsun, sadəcə qatdalayın, bu bəs eləyir. Çalışın, orta çəki götürün, çiyniniz tərpənməsin və yaxşı fokuslanıb bisepsinizin pikini yükləyə biləsiniz. Yəni, bunlar artıq şeylərdir, yəni, bu sizə heç nə verməyəcək. Bu yalnız sizin məşqinizdə egovuzu yüklədəcək, amma bisepsiniz elə də yaxşı inkişaf eləməyəcək.